Təmirsiz evdə olduğun zaman xəyalındakı mənzili canlandırmaqda çətinlik çəkə bilərsən. Amma asan dizayn təmirindən sonra xəyalını canlı yaşaya biləcəksən. Gəlin təmir dizayn etdiyimiz mənzillə sizlərə yaxından tanış edeyim. 65 kvadrat metrlik mənzil 2 otaq studiya formasında layihələndirilib, düzəlmələrin içərisində deyərdim ki, ən ideal layihələndirmədir. Çünki mətbəx pəncərə tərəfdə yığılıb, bu da təbii havalandırması, həm də gün düşməsi üçün çox yaxşıdır. Mətbəx mebelinin daxilində olan bütün texnikalar boş bendə məxsusdur. Bu divarda bambuq panel, twistin, burada isə böyüyən istiqamətdə davam edən üçlü güzgü, onu da tamamlayan gözəl bir ay, hansı ki divanın arxasında dekor kimi qalır. Deməli, girişin sol tərəfində böyük bir güzgü, sağ tərəfində 4 qapılı dolab və dizayna da uyğun olaraq dolabın yan tərəfində sona qədər davam edən bütün güzgülərdən istifadə eləmişik. İndi isə davam eləyək yataq otağına. Qarşısında eyvan, kondisioner, bəzənmə masası, çarpayı və dolab. Mənzilin hər bir hissəsi isti döşəmə ilə təchiz olunub, gizli qapılardan istifadə eləmişik. 2.40 hündürlüyündədir. Və mənzilin hamam otağının sahəsi kifayət qədər geniş olduğu üçün paltaryan burada quraşdırılıb, dolab, rəf və divar içi yığılmış aksesuarlar. Bu mənzil Ağşəhər dairəsinin yanında yerləşən Baku City Residence yaşayış kompleksində yerləşir. Siz də zövqlü dizayn və keyfiyyətli təmir etdirmək istəyirsinizsə, bizimlə elində əlaqə saxlayın.